Davam eləyirik dərsə. Deməli, bu dəfəki mövzumuz kondensatorların ardıcıl və paralel birləşməsi. Bu iki hissəli yazacağım bunu ki, paralel şəkildə, müqayisəli şəkildə öyrənək. Buradan yazıram ki, A variantı ya da heç variant yazmıram. Yazıram ki, kondensatorların paralel birləşməsi. Paralel və ardıcıl birləşmə nədir? Ümumiyyətlə, paralel düz xətlər keçmisiniz. Əgər bir xət getdiyi yolda iki və daha çox yerə və ya daha çox hissələrə budaqlanırsa, bu paralel birləşmədir. Budaqlanmırsa, o ardıcıl birləşmədir. Məsəl üçün, baxın, bu kondensator. Dalıyca yenə bir kondensator gəlib. Deməli, birinci kondensator, ikinci kondensatora ardıcıl birləşibdir. Amma bu kondensatorlar bu formada olsa, baxın, birinci kondensator, bu da ikinci kondensator. Bunlar uje paraleldir. Yəni, bu ardıcıldır, bu paraleldir. Çünki bir xətt getdiyi yolda iki və daha çox yerə ayrılıb. Amma bunları biləndən sonra biz dərsimizi dərsimizə başlaya bilərik. Sadəlik üçün, sadə olsun deyə iki kondensatorun paralel birləşməsindən danışacağım. Tutaq, baxın, belə bir şey gəlir. Bu formada gəlir və bu hissədə iki yerə ayrılır. Kondensatorlardan birinin tutumu S1-dir, digərinin tutumu isə S2-dir. Və bu kondensatorlar bu formada, bax, bu gərginlik mənbəyinə, bax, burada gərginlik mənbəyidir. U yazılır bura. Gərginlik mənbəyinə, bax, bu formada paralel birləşibdir. Burada bir neçə dənə qayda var. Daha doğrusu 4 dənə qayda var. O 4 qaydanı sizin nəzərinizə çatdırmaq istəyirəm. Birinci qayda. Birinci qayda nədir? Elektrik yükü nətər dəyişir? Bax, Q bərabərdir. Yəni, buradan gələn yük, mənbədən gələn ümumi yük, bax, gəlir buradan. Bax, burada iki hissəyə bölünür. Yuxarıya gedən yükün adı Q1 olsun. Aşağıya gedən yükün adı da Q2 olsun. Bax, burada daxil olan yük də Q-dür. Deməli, Q2 iki hissəyə ayrıldı. Q1-dən Q2 və Q2 Q1-lə Q2 yükünün cəminə bərabərdir. Q1-lə Q2 yükünün cəmidir. Bu belə. İkinci qayda. Paralel birləşmədə gərginliklər bərabər olur. Yəni, birinci kondensatorun gərginliyi, bax, buradan göstərim, bunu mütləq şəkildə göstərim. Bax, bu kondensatorun lövhə arasındakı gərginlik U1. Bu isə ikinci kondensatorun lövhə arasındakı gərginlik, bu da U2. Bu da mənbənin gərginliyi. Birinci kondensatorun gərginliyi ikinci kondensatorun gərginliyinə bərabərdir. O da mənbənin ümumi gərginliyinə bərabərdir. Məsəl üçün, tez burada nümunə göstərim ki, siz anlaya biləsiniz. Baxın, dəyərli dostlar, burada gərginlik 20 voltdursa, bu birinci kondensatorunda gərginlik 20 voltdur. İkincinin də gərginliyi 20 voltdur. Yəni, paralel birləşmədə gərginliklər bərabər olur. Təkrar eləyirəm, paralel birləşmədə gərginliklər bərabər olur. Bax, belə. İkinci qaydanı başa düşdük və üçüncü qayda. Ümumi tutum nətər tapılır? Paralel birləşmədə ümumi tutum toplanır. Yəni, ayrı-ayrı kondensatorların tutumları cəminə bərabər. Desək ki, kondensatorlar batareyasının ümumi tutumu nə qədərdir? Siz belə cavab verirsiniz. S paralel bərabərdir. S1 üstə gəlinsin, S2. Dərhal bunun niyə belə olduğunu izah edeyim. Dərhal. Mütləq şəkildə izah eləməliyəm ki, siz hardan gəldiyini biləsiniz. Deməli, buradan tez bazar yenə kondensator çəkirik. Bax, belə. Buradan gələn yük, bu S1 kondensator olsun, bu da S2. Buradan gələn yük, biri Q1'dir, bu da Q2'dir. Dedi ki, Q yükü Q1 ilə Q2'nin cəminə bərabərdir.
Elə deyilmi? Q-nü yerine mən yazaram S ümumi vur U. U-dakı mənbənin gərginliyidir. Bərabərdir. Kübünün yerinə yazaram S1 vur U. Üstəgəl Q2'nin yerinə S2 vur U yazaram. Müəllim niyə U yazdı? Çünki dedik ya paralel birləşmədə U'lar bərabərdir axı. Ona görə. İndi buradan U'ları atmaq olar hər tərəfdən. Nə qalır? Onda S ümumi bərabər olur. S1 üstəgəlinsin S2. Beləliklə paralel birləşmədə ümumi tutum toplanır. İndi eyni cür kondensator, bir neçə kondensator paralel birləşərsə onda necə olar? Yazıram. Bu üçüncü qayda deyil. Üçüncü qaydadan çıxan ümumi nəticədir. Yazıram ki, eyni tutuma malik deyəndə ki, eyni kondensator yazsaq kifayət eləyər. Eyni kondensator, en sayda kondensator. En sayda kondensator. Kondensator. Paralel birləşərsə, onda ümumi tutum S ümumi ya da S paralel yazaq. S paralel yazaq. Onda bir dənəsinin tutumunu vurursa onun sayına. Bir dənəsinin tutumunu onun sayına vurursunuz. Məsəl üçün, yenə tez izah edeyim, nümunə. Baxın. Baxın, 4 dənə kondensator paralel birləşib. Sizdən soruşsa ki, ümumi tutum nə qədərdir? Bir dənəsini vurursa onun sayına, yəni 4S-yə. Bax belə. Və nəhayət dördüncü qayda. Paralel birləşmədə U sabitdir deyənə enerjinin ya da enerjini bura qatmaya bilərik. Q'ya baxaq. Dördüncü qayda. Q bərabər SU-dur. U sabitdirsə Q ilə S düz asılıdır. Yəni Q1-in Q2-ə nisbəti bərabər olacaq S1-in S2-ə nisbətinə. Yəni düz mütənasibdir. Dərhal buna aid də nümunə yazaq. Tutaq ki, baxın, belə bir kondensatordur. 2 dənə. S1 3S-dir şagirdlər. S2 isə S-dir. Soruşur ki, Q1 böl Q2 nisbətini tapın. Avtomatik yazarsan ki, S1 böl S2, yəni 3S böl S, o da eləyər 3. Yəni ki, Q1 3 dənə Q2-yə bərabərdir. Bax belə. Deməli, bunlar ardıcıl birləşmənin qaydalarıdır. Və siz 5-ci qaydanı da deyim, ardıcıl birləşmədə U sabit olduğuna görə biz enerjinin bu düsturu ilə getməliyik. Yəni SU kvadrat bölü 2 düsturu ilə getməliyik. Onda W1-in W2-ə nisbəti olacaq S1-in S2-ə nisbəti. Yəni tutumdan düz asılı olacaq. Tutumu çox olanın enerjisi daha çox olacaq. Məsəl üçün, baxın bu şəkildə desək. Tutaq ki, bunun tutumu S-dir, S2-nin tutumu isə 3S-dirsə, onda bura W0 enerji gəlirsə, bu kondensatorun 3 dənə W0 enerjisi olacaq. Çünki tutumla paralel birləşmədə tutumla enerji düz asılıdır. Belə, bunlar aiddir kondensatorların paralel birləşməsinə. Və sonuncu kondensatorların ardıcıl birləşməsində keçəcəm. Onunla da bugünkü mövzumuz yekunlaşacaq. İndi yazıram kondensatorların ardıcıl birləşməsi. Kondensatorların ardıcıl birləşməsi. Yenə də sadəlik üçün 2 kondensator çəkirik. Bunlardan birinin tutumu S1-dir. Digərinin tutumu isə S2-dir. Və mənbənin gərginliyi isə odur. Ümumi mənbənin gərginliyi odur. Və indidən deyək ki, S1 kondensatorun lövhələr arasındakı gərginlik U1-dir. S2 kondensatorunda lövhələr arasındakı gərginlik U2-dir.
Və ardıcıl birləşmənin qaydalarını başlayaq yazmağa. Birinci qayda. Ardıcıl birləşmənin birinci qaydası odur ki, ardıcıl birləşmədə yüklər bərabər olur. Yəni, birinci kondensatorun yükü ikinci kondensatorun yükünə bərabər olur və onlar da ümumi mənbənin yükünə bərabər olur. Yəni, buradan gələn yük Q yükü gəlirsə, buradan da Q yükü keçəcək, burada da Q yükü olacaq. İkinci qayda. Ümumi gərginlik ayrı-ayrı kondensatorlarındakı gərginliklərinin cəminə bərabərdir. Üçüncü qayda. Ümumi tutum belə tapılır. 1 böl S ardıcıl bərabərdir 1 böl S1 üstəgəl 1 böl S2. 3 dənə olsa yazacaqdım 1 böl S3, 4 dənə olsa yazacaqdım 1 böl S4. İki kondensatordur və bunları ortaq məxrəcə gətirsək və S-yanı tapsaq, düstur belə olacaq. S1 vur S2, S1 üstəgəlinsin S2. Bu çox vacib məsələlərdən biridir, düsturlardan biridir. Bunu belə bəzəyək ki, siz məsələlərində bundan istifadə edə bilərsiniz. Bu düstur hardan çıxır? Bu düstur hardan çıxır? Onu çıxardır. Çıxarışını eləyək sizinlə. Deməli, dedik ki, U bərabər U1 plus U2'dir. Mən U-nun yerinə Q bölünsün S ümumi yazaram. Bərabərdir. U1'in yerinə Q1 böl S1 yazaram. Üstə gəlinsin U2'nin yerinə Q bölünsün S2 yazaram. Niyə Q'lər eynidir? Çünki dedik ardıcılda Q'lər sabitdir. Və hər tərəfdən Q'nu atmaq olar. Qalar nə? 1 böl S ümumi bərabərdir 1 böl S1 üstəgəl 1 böl S2. Ortaq məxrəcə gətirirəm. Olur S1 vur S2. Bunun tamamlayıcı vurğu S2'dir. Bunun tamamlayıcı vurğu S1'dir. Olacaq S2 üstəgəl S1. Axı mən 1 böl S ümumini tapmışam. Mənə isə S ümumi lazımdır. Onda bu ifadəni mən tərsini yazmalıyam. Onda S ümumi bərabər olacaq bu ifadənin tərsi. Yəni S1 vur S2 bölünsün S2 üstəgəl S1. Bax belə. Bu düsturun da hardan gəldiyini dedim. Konspekt korlanmasın deyə təbii ki, bunları siləcəm. Siz əgər istəsəz, dərsdən sonra video izahlara YouTube'dan baxa bilərsiniz ki, düsturlar hardan çıxır, nətər olur. Və nəhayət dördüncü qaydanı deyirəm. Dördüncü qaydada biz burada Q'nu tapa bilməyəcəyik. Çünki Q sabitdir. Biz U-nu tapa biləcəyik. Dördüncü qaydam deməmişdən qabaq yenə burada eyni tutuma malik kondensator ola bilər. Ondan danışaq sizə. Yazıram ki, eyni tutuma malik eyni tutuma malik en sayda kondensator ardıcıl birləşərsə onda yekun tutum belə tapılır dəyərli dostlar. S ardıcıl bərabərdir. Bir dənəsinin tutumunu bölürlər onun sayına. Bunu xahiş edirəm, bunu çox ciddiyə alın bu məsələni. Çünki məsələləri daha qısa həll eləmək üçün bizə bu olduqca vacib lazım olacaq bu düstur. Buna da təbii ki, nümunə göstərəcəm ki, o nümunə nədən ibarətdir. Baxın, nümunəni göstərirəm dərhal şəkildə. Tutaq ki, bax, 3 dənə kondensatordur, hərəsi də S-dir. Bu ümumi tutum nə qədərdir desələr, belə olacaq. 3S. Məsələn, hər biri 9-dursa, məsəl üçün, desə ki, ümumi tutum nə qədərdir? Deyəsi 27. Yəni, bir dənəsini vurasız onun sayına. Bax, belə. Dördüncü qaydaya keçək. Biz burada bayaq dedim ki, biz burada yük tapa bilmərik, çünki yük sabitdir. Biz burada gərginliyi tapa bilərik. Dördüncü qayda, gərginlik. Gərginliyi tapsaq U bərabər olacaq Q bölünsün S. Q sabitdirsə U ilə S tərs asıdır. Yazacağım O1-in U2-yə nisbəti bərabərdir S2-nin S1-ə nisbəti. Burada enerjidən də danışa bilərik. Enerjinin düsturu isə Q sabit olduğuna görə Q kvadrat bölü 2S ilə gedirik. Və asılılıq qururuq. W1-in W2-yə nisbəti bərabər olacaq S2-nin S1-ə nisbətinə. Beləliklə, kondensatorlar mövzusunu bitirdik
İndi isə sizə ev tapşırığı verəcəm.